Salam, hər vaxtınız xeyir. Artıq Dövlət İmtahan Mərkəzi tərəfindən elan olmuş sənəd qəbulu 5 mart tarixində bitəcək və abituriyentlərin bəziləri narahatlıq keçirirlər ki, mən elektron ərizəni təsdiq etmişəm ya yox və yaxud da təsdiq etdiyim elektron ərizənin təsdiqinə necə baxım. Əvvəlki videoda mən göstərmişdim bunu, hansı şəkildə baxmaq lazım. İndi tamam fərqli bir yol göstərəcəm və siz bu qayda ilə də baxa bilərsiniz ki, həqiqətən də elektron ərizəni təsdiq etmişsiniz ya yox. İlk öncə Dövlət İmtahan Mərkəzinin rəsmi səhifəsi olan dim.gov.az bura daxil oluruq. Yəni axtarış yerinə dim.gov.az yazsa çıxacaq və burada görürsünüz sol yuxarı küncdə 3 xətt var. Bu 3 xəttin üzərindən vuranda burada şəxs kabinet çıxır. Şəxs kabinetin üzərindən vuraq və burada giriş hissəsi var. Giriş hissəsinin üzərindən vururuq və burada bizim istifadəçi adı soruşur, nə olan şeydir. İndi mən sizə bunu köhnə və yeni vəsiqələrdə göstərim ki, istifadəçi adı, yəni FIN kod nədir? FIN kod köhnə vəsiqələrdə burada işarələnmiş son 8 rəqəmindən 7-sidir. Yeni nəsil şəxsiyyət vəsiqələrində isə FIN kod, baxın, burada qeyd olunmuş 7 rəqəmli simvol, yəni identifikasiya nömrəsi yazılmış hissədir. İndi biz müvafiq məlumatlara uyğun xanaya qeyd edək. Və indi biz FIN kodumuzu yazaq. Və daha sonra davam et düyməsini sıxırıq. Və burada bizdən parol soruşur. Parol biz şəxs kabineti yaradan zaman təyin etdiyimiz paroldan həmin parol yazaq. Və daha sonra daxil düyməsini sıxırıq. Və ekranda artıq namizədin şəxs kabinetini görürsünüz və siz burada elektron xidmətlər bölməsi var, orada daxil olacaqsınız və fikir verirsiniz, ən sağda elektron xidmətlər var. Bu elektron xidmətlər, bunun üzərindən vurursunuz və elektron xidmətlərin üzərindən vurduqda sizin burada cari ildə verdiyiniz ərizələr qeyd olunur və siz cari ildə verdiyiniz sənədləri burada görə bilərsiniz. Xatırladım ki, iPhone telefonlarından istifadə edən zaman Safari'də bu ərizəni vuranda açılmır. Çalışın, ona görə də siz Chrome-dan istifadə edin. Yəni burada ərizə açılmasa narahat olmayın ki, ərizəmiz təsdiq olunmuyubdur. Sadəcə Chrome-dan istifadə edin. Və burada görürsünüz, ərizənin təsdiq olunduğu tarix də onsuz da burada qeyd olunubdur və eyni zamanda siz burada iş nömrəsi var. Bu iş nömrəsinin üzərindən vuranda ərizənin təsdiq olunduğu səhifəyə daxil olacaqsınız. Və indi biz bu ərizənin üzərindən vuraq. Yəni iş nömrəsinin üzərindən klik edərək siz növbəti səhifəyə keçid edirsiniz. Və artıq görürsünüz, biz həmin elektron ərizəmizin olduğu səhifəyə daxil olduq. Və burada artıq görürsünüz, bizim seçimlərimiz göstərir. Burada da ərizəmizin təsdiq olunduğu tarix öz əksini tapmışdı. Burada biz hər iki ərizəni, hər iki seçimləri etmişik. Həm universitet, həm də ki, kollecləri seçmişik. Yəni biz burada artıq ərizəmizin təsdiq olduğunu görə bilir. Amma yenə də burada elektron ərizənin çap et var. Baxın, bu hissənin üzərindən vuranda xatladım, bir daha Google Chrome-dan istifadə edin ki, ərizənizin çapını siz burada görəsiniz və yaxud da ki, onu planşetdən və yaxud da kompüterdən də edə bilərsiniz. Və artıq biz elektron ərizəni çap et üzərindən vuraq. Və bizim elektron ərizəmiz burada görürsünüz, qeyd olunmuşdur. Ərizəmizin təsdiq olunduğu tarixdə öz əksini tapmışdır. Yəni bu şəkildə siz elektron ərizənizin təsdiqinə baxa bilərsiniz. Hər birinizə uğurlar arzu edirəm.